Ey ateistlər, nə deyəcəksiniz? Daha bir Quran möcüzəsi. Quranda Həcc surəsi 47-ci ayədə düşünən qəlblər ifadəsi keçdiyi üçün ateistlər dedilər, məyər Allah bilmir ki, insan beyni ilə düşünür? Kaliforniya Universitetinin Tədqiqat Mərkəzinin doktoru Andrew Armour geniş araşdırmadan funksional ürək beyni anlayışını təqdim etdi. Onun işi göstərdi ki, ürəyin özlüyündə kiçik beyin kimi qiymətləndirilməsi üçün kifayət qədər inkişaf etmiş mürəkkəb daxili sinir sistemi var. Ürəyin beyni bir neçə növ neyron, zülal və beyində olanlara bənzər dəstək hüceyrələrindən ibarət mürəkkəb şəbəkədədir. Onun mükəmməl sxemi ona kəllə beyindən asılı olmayaraq hərəkət etməyə imkan verir. Öyrənmək, yadda saxlama, hətta hiss etmək kimi funksiyaları yerinə yetirir. Beləliklə, ürəyin beyindən və ya sinir sistemindən asılı olmayaraq məlumatı işlədən və emal edən özünə məxsus daxili sinir sisteminə malik olduğu aşkar edilmişdir. Ey ateistlər, nə deyəcəksiniz? Allahın kəlamına inanmadınız. John sübut elədi. İnkar edin John'a. Ya George'u. La ilahe. Allah deyəndə, məyər insan beyinlə düşünmür? Məyər mütləq bir George bunu sübut eləməlidir?